Çoxlu duzlu qida maddələri qəbul etmək qan təzyiqini qaldırırmı? Əgər qaldırırsa, bu hansı mexanizmlə baş verir? Və yenə əgər qaldırırsa, o zaman duzlu qida rasionumuzdan tamamilə çıxartmalıyıq? Gəlin bugün bu üç suala cavablandıraq. Əvvəla birinci sual. Duz qan təzyiqini qaldırırmı? Cavab bəli. Əgər biz çoxlu miqdarda duz qəbul edərsək, yəni tövsiyə olunan günlük miqdarın üzərinə çıxarsaq, qan təzyiqimiz qalxır. Bəs bu hansı mexanizmlə baş verir? Belə ki, bizim əsasən qəbul etdiyimiz duzun tərkibində natrium elementi olur. Və yenə əsasən qəbul etdiyimiz duz natrium xlor birləşməsi şəklindədir və hər bir halda bədənimizə çoxlu miqdarda duzla bərabər natrium daxil olur. Bu natrium bizim bədənimiz üçün çox önəmli bir maddədir. Ancaq natriumun belə bir xüsusiyyəti var. O özünə suyu çəkir. Yəni natrium hardadırsa, su da ona tərəf yayılır.